Cəbrail əleyhissalam, Allahın mələyi bir neçə şeyə görə insan olmaq istəyir. Görün, insanlıq nə qədər böyük tituldur. İnsan olmaq nə qədər qiymətli bir varlıqdır ki, Allahın mələyi, biz mələk tərəfinə getmək istəyirik. Amma mələk insan olmaq istəyir. Hədisdə buyurur, Peyğəmbər buyurur, Mələk Cəbrail 7 əmələ görə insan, Adəm övladı olmağa cəhd edir. İstəyir ki, adam olsun. Onlardan biri, cəmaat namazında iştirak eləmək üçün. Ay cəmaat, məscidə gedəndə təkfiradi namaz qılmayın, qoşulun cəmaata. Rükü edənlərlə rükü edin, səzdə edənlərlə səzdə edin, savabı daha artıqdır. Məscidə gedirsənsə, əgər 10 tək qıldın, 10 nəfərin əcri var. Əgər imamın arxasında 10 nəfərə qədər əcri var, 100 nəfərin əcrini verəcək. 100, məsələn, bir imam, bir dənə də məmum, arxasında namaz qılan 10 nəfər elə bir ki, namaz qıldı. 2 nəfər olsa 20, 3 nəfər olsa 30, 4 nəfər olsa 40, 10 nəfər olursa 100 nəfərin savabını bu 10 nəfərə verər. Amma 10 nəfər bitəndən sonra 11 oldu, 12 oldu, qalxdı. Məscid şükürlər olsun 400-500 adam olur. Məsciddə şükürlər olsun, Allah sizin hər birinizi bərəkətli eləsin. Baxın, bunun müqabilində əgər deyir 11 nəfər adam olsa, 12 nəfər olsa, dəryalar mürəkkəb olsa, qələmlər, ağaclar qələm olsa, yarpaqlar varaq olsa, mələklər onun savabını yaza bilmirlər. O qədər böyük savab var cəmaat namazının. Ona görə deyir ki, cəmaat namazının əcrini almaq üçün Mələk Cəbrail insan olmaq istəyir. Siz də bundan bir pay götürün. 2. Mələk Cəbrail insan olmaq istəyir ki, deyir, mən insan olum. Gedib xəstə yanına baş çəkin. Xəstələrə baş çəkməyin nə qədər böyük əcr mükafatı varmış. Allah bütün xəstələrimizə şəfa inayət eləsin bu gecələrə xanım. Üçüncü, alimlərlə oturub durmaq üçün, alimlərin söhbətində dinləmək üçün, onlarla mübaşir olmağa, onlarla söhbət eləməyə, qoşulmağa, deyir ki, muizələrə qulaq asmağa, deyir, mən də istəyirəm insan olam. 4-cü, cənazənin arxasında gedib dəfində iştirak eləmək. Dəfin, cənazə namazının böyük əcri var. Bəzi rayonlar var, 3-4 nəfər aparını bastırır gəlir. Bu insan deyir, insana dəyər verilməlidir. Bir var, insanı dəfn edərlər, bir var ki, bastırarlar. Bastırmaqla dəfnin fərqi var. Mən bir nəfərə dedim efirdə, dedi ki, mənə lazım deyil mollan, namaz falan, dedim, səni narahat olma. Səni bastırarlar, lotopotlar aparıb səni bastırar, amma insanları namazda yuyurlar, təmizləyirlər, çimizdirirlər onu, paçlaşdırırlar, qusul verirlər, qoyurlar beyinlərinə, Allah kəlamı oxuya-oxuya insan olduğuna görə öz vəzifə borclarını təşhid cənazədə iştirak edirlər, aparırlar, hətta onun qəbrinə ayaqqabı ilə də düşmürlər. Niyə? Çünki onun evidir, qəbr onun evidir. İndi bəzi özünə alimcığaz adlandıran, ilahiyyatçı adlandıran bəzilər təzə çıxıb da modern nə qədər istəyən, modern İslam olduğu kimi modern ilahiyyatçılar da var. Təkik, necə deyərlər, ortaya düşsünlər, bunlar like versinlər ki, hə, bunun dediyi yaxşıdır. Çoxlarına sərf edir o sözlər. Amma bir gün gələcək, o dedikləri elə özləri üçün qalacaq. Dedim ki, Peyğəmbər buyurur, Mələk Cəbrail insan olmaq istəyir bir yerdə. Deyir ki, mən insan olmaq istəyirəm, insan olum yetimlərə nəvaziş göstərmək üçün. Görün, yetimlərin qəlbinə ələ almaq, onların başına çəkmək nə qədər fəzilətlidir. Peyğəmbər buyurur ki, yetim uşaqları gördünüz, onların başına əl çəkin. Belə əl çəkməyin, həmişə deyirəm, belə çəkməyin. Peyğəmbər deyir, bu cür çəkin. Niyə? Ya Rasulallah, deyir, hər bir tükün hesabı bir savabdır. Nə qədər əlivə çox tük dəyərsə, yetimin başına nə qədər əlivi çox çəkərsənsə, o qədər savab sən əlivə. Belə çəkəndə az dəyəcək, belə əksinə çəkəndə istiqamətdə daha çox əlivə savab dəyər. Ona görədir, yetimlərin başına əlizi belə çəkin. Salavat Peyğəmbər sallallahu. Altıncısı buyurur ki, Mələk Cəbrail insan olmaq istəyir, həcc ziyarətində olmağa, Allahın evini, Beytullahul Hərama, Elşad Miri kimlərin çıxıb durub deyir ki, Məkkədir, yoxdur. Kəbəyə Qurandan sən xəbərin var, ay, savadsız.
Sənə bir dəfə cavab vermişəm bu mənbərdən, bir dəfə də daha ehtiyac yoxdur. İqtibas demişəm sənə. 2000-ci ildə sənə cavab verilib, özdə iqtibas demişəm sənə. Cemaat arasında, baxın, həccə getmək həcc Allahın əmridir. Onu kiçiltmək olmaz. Allahın vacibatıdır. Nə qədər istəsəniz Qur'ana aya gətirə bilərik, vaxtımız yoxdur. Həccə gedib, həccdə hacılara su paylamaq. İndi onların içərisində kimsə özünü göstərir, kimsə özünü reklam edir. Bunlarla işimiz yoxdur. Bunların o bəzi insanlara aid söhbət həqiqi Allaha xatir Allah'a evin ziyarətlərdən gedir. Kimsə kimisə pulu ilə artıq buna gedir. Amma biz onlara da deyə bilmərik, siz getməyin. Çünki Allahın evi, o da Allahın bəndəsi, pul da onun. Sən ona nə deyə bilərsən? Sən nə ixtiyarın var o işlərə girirsən? 7-ci cemaat arasında sülh əminamanlıq yaratmağa Cəbrail əleyhissalam insan olmaq istəyir. Görün, sülh yaratmaq, ailələri barışdırmağa, barışıq etmək üçün. Bu illəri elhamdülillah 2024-cü ildə 26 barışıq işində olmuşam. Onun ikisi baş tutmuyor. Bunu səmimi deyirəm. Ailələrin barışıq məsələsində, maşın qəzasında, müxtəlif hadisələrdə, rayonlara, bölgələrdə və ilaxır öz rayonumuzda. İndi 25-ci il daxil olandan sonra 6 dənə barışıq işinə qarışmışıq. Həmd olsun Allah, Allah bunu biraz da artırsın. Baxın, görün. Cemaat arasında Peyğəmbər deyir ki, görünsün. Deyilmi sizə, biri şölgədinmi sizin gecə namazlarından, etikaflarınızdan daha fəzilətlidir? Dedilər, dey az Resulallah. Dedi, 2 nəvə mümini barışdırın. Sizin o namazlarınızdan daha fəzilətlidir. Bu gecə həm də kin küdurəti qoyar kənara, xəbasətimizi qəlbimizdən çıxardaq, artıq o özümüzdə bir sıfırlama eləyək, sıfırlayaq, nə olub qoyaq kənara, yenidən sıfırlamadan başlayaq. Bu gecə dualar gecəsidir. Allah'ın verə izzətinə, cəlalına Allah bizləri, dualarımızı qəbul etsin, namazlarımızı qəbul eləsin. Allah təbarək və Teala Qədir gecəsinin fəzilətini bütün xalqımıza, bütün dinləyicilərə və əziz mömin qardaş və bacılarıma Allah nəsib etsin inşallah. Ömrümüzün son Qədir gecəsi, son Ramazan olmasın inşallah. Bu niyyətə 3 dənə salavat inşallah. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah kabul eylesin değerli azizler. Allah köməyiniz olsun. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Rabbi gfirli ve li valideyye ve lil mu'minine yevme yakumul hisab. Allahümme gfir lil mu'minine vel mu'minati vel muslimine vel muslimat. Rabbi gfirli ve lil mu'minine vel mu'minat. ربنا لا تزغ قلوبنا بعد إذ هديتنا وهب لنا من لدنك رحمة إنك أنت الوهاب ربنا آتنا في الدنيا حسنة آمين ربنا آتنا في الدنيا حسنة وفي الآخرة حسنة وقنا عذاب النار وعذاب القبر برحمتك يا أرحم الراحمين اللهم تقبل منا سألناك ويكل şəhidlərimizin ruhu şad və bizim dinləyicilərimizin salametliyi və dünyadan keçən əzizlərimizin salamatlığına El-Fatihə məsələn. İnşallah namaza hazırlaşılır. Düzülün, Qur'anlarda gətirin. 2 rakət namaz haqqında məlumat verəcəyim inşallah.